Kasıbla dövlətli yol gedirdi, da gəldi bunu da deyim də. Kasıbın cibində bir dənə manatlığı vardı, o da cırılmışdı, skoçla yapışdırmışdı. Koymuşdu cibinə. Dövlətlinin də ki, da bədənində pul olmayan yeri yox idi. Bir 10 mindən çox pulu vardı üstündə belə. Akşam yoldaş olan vaxtı ki, yatmaq vaxtı gəldi bir yerdə qalanda, bu dövlətlinin gözünə yuxu getmir. Pulu hara qoyur, diskinir ayrılır ki, yanındakindən bu götürər. Axırı qoyur qarnının altına, üzü ağzı aşağı yatır ki, görür, yata bilmir. Bu kasıb belə başını qoyur, böyle pulu cibindən çıxardır, manatı qoyur üstəki, oğru gələndə narahatlamasın, buradan götürsün, elə geçsin. Elə yatır. Səhər durur, o başlarından, kardeşin gözleri bu buydu. Bu kasıb kardeşdir, kardeş, gecə səhərəcən deyəsən, gecə namazı qılmırsan, ibadət edilsin. Bir hədə nə gecə namazı. Üstündə bir manat pulum vardı, sən də o qoydun üstə yatdın. Mənim üstümdə bu qədər pul var, səndən ürkürdüm, hərdən yata bilmirdim. Bir o durdu, üzü qibləyə dedi ki, şükür sənə ilahi, məni dövlətli edib bunun gününə qoymamısan, mağul rahat yatıram gecələri. İnsan ki pullu oldu, azad dökür, ha bunu bilin. Ruhu məşğuldur ən azı. Namazı da rahat qıla bilmir.